TikTok'da videolarınıza beğeni az gelirse, TikTok videolarınıza beğeni göndermek istəyirsinizsə, bugün size hem beğeni, hem takipçi, hem izlenme sayınızı necə artıra bilərsiniz? Bu haqqda məlumat verəcəm dostlar. TikTok combo paketi ilə hem beğeni, hem izlenme, hem de takipçi əldə edə bilərsiniz. Ən əsası tamamen güvenilir bir şəkildə hər biri də gerçək beğeni, takipçi və izlənmələr olacaq. Necə etmək lazımdır? Detaylı bir şəkildə göstərəcəm. Amma ilk öncə videomu sona qədər izləyin. Sözü çox uzatmayacağım. Hər videomuzda olduğu kimi kanalımıza abunə olub TikTok istifadəsi adlı yorumlara yazanlara TikTok takipçi hədiyyə edəcəm. Bilginiz olsun. İndi isə gəlin sürətli bir şəkildə videomuza keçid edək. Videonu sona qədər izləyin. İncə bir ayar var ki, TikTok hesabımıza gedəcəyik. Bu ayarı etmədən TikTok hesablarımıza heç bir şəkildə nə bəyəni, nə izlənmə, nə də takipçi göndərə bilmərik. İlk öncə bu ayarı edək, sonra isə sayta keçid edək. Dostlar, TikTok hesabınıza gəlirsiniz. Yuxarıda 3 xətt var. Bura daxil oldunuz. Bura daxil olduqdan sonra gizli ayarlarına daxil olursunuz. Gizli ayarına daxil olursunuz. Hesabınızı hər kəsə açıq halda etməyə diqqət edin. Bu şəkildə etdiniz, geriyə qayıtdınız. TikTok istifadəsi adınızın üzərinə 2 dəfə toxunursunuz. Yəni istifadəsi adınızı kopyaladınız. Sonra Google'a gəlirik. Takipçi.com yazırıq. Çıxan ilk yaşında olduğu sayt. Bu sayta daxil olduq. Baxın, ana səhifədə aşağı doğru düşdükdə TikTok combo paketi var. TikTok combo paketini seçirsiniz. İstədiyiniz qədər TikTok hesablarınıza həm takipçi, həm bəyəni, həm izlənmə hər birini sadəcə 5 dəqiqədə əldə edə bilərsiniz.